Sizcə Bakının ən yaxşı dönəri harda verilir? Məncə elə ən yaxşılardan biri Biton dönərdir. Çox rahat, ilk üçlükdə yer alar. Təmiz yarpaq dönərdən istifadə edirlər. Tərkibində 1 qram belə farşət yoxdur. Sözün əsl mənasında bura dönəri bir üst səviyyəyə çıxardı. İlk puf çörəkdə dönərlərini yoxladıq. Dəhşət bir şeydir. İzah edə bilməyəcəm dadını. Dönər sevməyənlərə belə dönəri sevdirər. O qədər iddialıyam. Alman dönəri də çox əla idi. Bura yaxın yaşasaydım çox güman həftədə azı 3 dəfə sifariş edərdim. Əsas bu möhtəşəm İskəndərdən danışmaq istəyirəm. Bu necə bir daddır axı? Bakıda çox yerdə İskəndər yoxlamışam, amma hələ bu qədər dadlısını yeməmişdim. Burger və qatıq tuni də yoxladıq. Açığı burgerə qarşı çox önyarğı ilə yanaşmışdım ki, bəs konseptli dönər olan bir yerdə burger necə olar? Amma məni yanıltdılar. Dadı həqiqətən yaxşı idi. Yeməklərdən sonra isə bol qaymaqlı, dondurmalı simit katimerin dadına baxdıq. Sözün əsl mənasında günümüz gözəlləşdi. Biton restoranı Gənclik ərazisində Atatürk parkının və Ayna Sultanova heykəlinin yanında yerləşir.